Esmirə xanım yayımda Arzu və Mahir'in ayrılığından danışdı və Gözəl və Füzulidən danışdı. Gözəlin qardaşı yayıma qoşularaq çakır. Gözəl haqqında nələr dedi, nələr. Gəlin həmin o videonu izləyək. Videoları bəyənməyi unutmayaq. Mən düşəcəm də onların adını çəkirsiniz, danışırsınız, istəmirəm yəni ki. Bilirsiniz nəyə görə? Mən başımı problemə istəmirəm ki. Sonra gəlirlər verişdilər, Esmirə yazıq Esmirə deməkdən yorulur ki, bu danışmıyor bunlardan. Özlərini bilirsiniz, özlərindən cəmaatı danışdırırlar, sonra deyirlər ki, cəmaat bizdən danışır. Axı siz özünüzü danışdırırsınız, özünüzü düzgün aparın, danışmasınlar da, yaxşı danışın. Əlbəttə. Mən başa sala bilmirəm bu insanları, valla, ona görə də istəmirəm canım mən. Çünki bilirsiniz necədir, cahil insanlar bilmirlər ki, bəli, əgər mən verilişə çıxmışam, milyonların önünə çıxmışamsa, metroda, çöldə, mağazada üzr istəyirəm, çox üzr istəyirəm, belə yerlər var da, məsələn, ayaq yoluna da gedəndə onlardan danışırlar da, mən hamıdan danışırlar. Çünki biz göz qabağındayıq, verilişə çıxmışıq, milyonlar bizi izləyib, düzdür? Bəli. Sonra da deyirlər ki, niyə bizdən danışırlar? Bunlara çatmır ki, ay bala, mən milyonların içərisinə çıxmışam, bu dərdimdən çıxmışam, düzdür? Məni necə tanıdınız? Nigarın dərdindən, düzdür? Mən çox sevinərəm ki, bu günlərim Nigarın dərdi yenə gündəmə gəlsin. Yenə desinlər ki, bəli, bir ailə dağıldı, bir az yaşlının bir xuliqanlığı ilə, bir ondan sonra pozğunluğu ilə bir ailə dağıldı. Məsələn, bax bunu gündəmə gətirsəz, vallahi heç nə utanmaram, nə deyərəm, düz deyir də. Oyla çıxmışam axı mən verilişə. Məni insanlar oyla tanıyıblar, düzdür ya yox? Düzdür, əlbəttə. Belə baxırsan ki, dərdlər qalıb. Bəli, 12 il qızım getdi bir evdə gəlin oldu, nə qoşulub qaçmamışdı, nə bilim icazəsiz qaçmamışdı, elin gözündən toy tamaşası ilə, burada toy oldu işlədiyim şadlıq evində, rayonda bəhbəhlə toy oldu, elçiliyi ilə, nişanlı ilə, hər bir şey ilə də, düzdür ya yox? Düzdür. Heç, amma ancaq bunlar gündəmə gəlirlər, ancaq gündəmdə bulardılar, eləməyin belə şeylər. Niyə eləyirsiniz ki, belə şeylər? Vallahi, baxırsan, başqa dərdinə gedib. Dərdi qalıb qıraqda, ha. Ortağa başqa bir oyunlar çıxardırlar. Vallahi, belə adam... Oyunlar çıxarırlar ki, gündəmə gəlsinlər də. Bəzi insanlar onları boş verim, əşib, baxmayayım, onlara demir. Gedir, baxır, onlara ruh verir sanki. Dallanırlar, budaqlanırlar ki, biz pisliklərlə anti-reklam olunuruq. Başa düşdünüz? Amma mən gedib onlara baxmasa, onların canlılarında iştirak etməsə, nə qaracaqlar, heç nə daşa söyləyəcəklər dediklərini, yoxsa divara. Yox, normal insan, düşüncəli insan elə. Bax, siz gəlmişsiniz, qoşulmuşsunuz, düzdür, xoş gəlmişsiniz. İndi siz mənim sualıma cavab verin də. Sizlər gedib o canlılarda iştirak etməsəniz, o canlılara baxmasanız, yazıb pozmasanız, onlar divarlarla danışacaq, yox. Mən heç kimin canlısına getmirəm, sadəcə televiziyada izləyirəm. Yəni, indi qış günüdür. Hərdən sizin canlını, indi qoşuldum sizə, hərdən sizin canlını kənardan izləyirəm. Baxıram ki, normal söhbət gedir, baxıram. Ancaq onların canlısında mənim nə işim var, orada normal bir şey yoxdur. Özlərini apara bilmirəm. Bir şey olmayanda... Amma heç nə yazmıram. Heç birinə heç nə yazan görürəm. Bir Esmirə bacıdan başqa. Yox, heç kimə nə baxmıram, nə də yazmıram. 11 milyon əhalinin qarşısında bütün dünya televiziyaya baxır. 11 milyon əhalinin qarşısında, bütün televiziya qarşısında elə bir hərəkətlər hoqqa verənlərin canlısında mən nə işim var? Yox, mən də heç kimin canlısına qoşulmuram. Mən hər zaman... Hanım, mən hər zaman 3 ildir buradayam. Özümə cavab verir. Bax, 3 ildir mən bilirsiniz ki, bu platformadayam. Hər hansı bir tərbiyəsizliyimi görən varsa buyursun. Yox, əstəğfurullah. Yox, bu arada suyunu belə burada içən adam deyiləm. Allahın suyunu içməmişəm. Allahın maç yeməyini, seviçkasını çıxdıyım. Elə adam olmamışam. Mən hər zaman izləyicilərimizə, hər zaman bizə baxanlara və baxmayanlara hörmət qoyan birisiyəm yəni ki. Başa düşdünüz? Ona görə də indi gedirlər, baxırlar, qatar düzülür.
Xanım, qadınlar gedir qatar kimi düzülürlər ora. Elə xoş-xoş sözlər deyirlər bəzi adamlara. YouTube'da görürəm, baxa-baxa qalıram. Deyirəm, demək ki, bunlar da bunların tayıdır ki də tərif oxuyur bunlara. Düzəməli adam heç çıxmaz axı bunların efirlərinə, şeyə də, bu müsafirlərinə qalxmaz. Düzdür ya yox? Düzdür. İndi bu povoda siz bu şəraiti yaradırsınız izləyicilər, sizi demirəm, ümumiyyətcə izləyicilər. Yaradırsınız, sonra da gileylənirsiniz ki, niyə bu belədir, niyə belə. Müsafirlərinə qalxırsınız. Sizi demirəm, ümumiyyətcə. Müsafirinə qalxdı, gözümlə gördüm. Gözəlin müsafirində biri qalxdı, dedi ki, ora küçədən gedən adamlar gedir. Mən getdim, evimi çəkdim, YouTube'a da gördüm, pis oldum. Küçədən gedənlər gedir, evsiz eşiksizlər. Birincisi, evsiz eşiksiz olmaq ayıb bir iş deyil. Vallahi. Heç də ayıb. Bəli, ayıb bir iş deyil. Birinin evi olar, birinin koması olar, birinin olmaz. Biri yaxşı yaşayar, biri pis yaşayar. Allahu Taala'mız anam rəhmətlik deyərdi. 100 dəfə demişəm bu sözü. Hələ insan ana bətnində olanda, burada olanda, qarında olanda, yəni ana bətnində. Razıyam sizinlə. Körpənin rızqı, anam rızqı deyərdi. Rızqısını yazır burada. Bəli. Amma çox yazır, Razıyam. amma az yazır. Yetər ki yazır. Heç kəs ac qalmır bu dünyada. O qədər çətin günlərim olub. Bir də görmüşəm çörəyim olub. Çörək gəlib mənə heç ümid eləmədiyim yerdən Allah Taala getirib yəni. Bəli. Yəni o sözüm ondadır ki, dostlar da, yəni ki, bu şəraiti onlara sizlər yaradırsınız. Vallahi sizlər nədir? Bəli, karta pul qoyulur. Məsələn, pul kartla bizimkilər də müraciət eləyib. Mən rayonda olmuşam məsəl üçün, düzdür? Uşaqlar çox çətin vəziyyətdə qalıblar, işıqlarını kəsiblər, odur budur. Bu yaxında mən rayonda olanda mənə utanıblar deməyə. Yəni mənə desələr də bilirlər ki, mən də onların əlinə baxıram. Müraciət edirlər sizlərə. Çox sağ olun, çox təşəkkür edirəm. Mənim balalarımın çırağını yandırmısınız, dəstək olanlar. Nə olar, əl tutmaq əlidən qalıb, o başqa şeydir. Yəni, ildə, ayda bir dəfə. Yoxsa ki, həftə 8, mən 9 girim ora, bir kartı qoyun. Bu insanlar sonra deyirsiniz ki, kimlərsə dilənir. Axı bunları diləndirməyə vadar eləyən sizlərsiniz. Onlar işləmirlər, bilirlər ki, asan yoldur. Bəli, rahatdır da, onlar üçün rahat gəlir mənbəyi TikTok. Bəli, rahat gəlir mənbəyi bu TikTokdur. Kartımızı qoyacaq, kəşfətdən adamlar gələcək, 15'i bizi söyləyəcək, biri bizə pul göndərəcək məsəl üçün. Yəni sizlər tüfeyle ölədirsiniz bu insanları. Gəlin bunu belə danışaq. Yəni niyə qoyursunuz, nədən qoyursunuz deməyək. Bəli, o insanlar zorla heç kəsdən pul götürmürlər. Cibinizə girmirlər. Ürəyiniz istəyir, göndərirsiniz onlara. Düzdür? Bəli. İzləyicinin ürəyi istəyir, yanır ürəyi göndərir. Amma mən də deyirəm ki, həqiqətən insanlar görməlidir. Bəli, bu insan çalışır, bu insan əziyyət çəkir, amma bir yerdə tormuzlanıb da, ilişib qalıb. Onda kömək eləmək əlbəttə ki olar. Əlbəttə ki, mən onun tərəfdarıyam, olar. Amma həftəsi mən 9, yalandan ev kiraya tuturam, gedirəm. Ana, haradadır? Hanı? Bilirsiniz necədir? Siz insanlar tüfeyliyə vadar edir, tüfeylə ölədirsiniz. Tüfey, bəli, əksəriyyəti belədir də. Əksəriyyəti belədir bunların. Onlar başqa şeydir, ehtiyacdan olan şeylər, bəli. Bəli, ehtiyacdan olan, ehtiyac hamının ehtiyacı var. Hamımız çox çətin bir vaxtda, dönəmə gəlib çıxmışıq. Bahatçılıqdır, birini alanda birini ala bilmirik. Belə yaxşı giyinmək istəyirik, keçinmək istəyirik. Hamı istəyir də onu. Məsəl üçün, mənim xanım, açıq söhbətdə, mənim bütün paltarım keçmişdən qaldığım, mən bilirsiniz, ifaçı olmuşam, düzdür, 30 il ömrüm. Bəli. Əgər onlar da olmasaydı, mən bu günlərim gedib 70 manata, 100 manata paltar ala bilməzdim. Bilməzdim. Giyinə də bilməzdim, düzdür? Özgənin deyil ki, özü üçüdür. Yaxşı eləyirsən, lap yaxşı. Bilirəm, yəni onu demək istəyirəm ki, hamının ehtiyacı var. Bax, əlbəttə. 2-3 gündür dənizi gətirmişik, hələ dərmanlarını almamışıq, bugün gələcək dərmanları. O da firma dərmanları yazılıb, şeydir, nədir onlardır, Sibirski, biraz ucuzdur, oradan götürülür məsəl üçün. Gərək insan yorğanına baxıb ayağını uzatsın.
Gedin işləyin. Mənim qızlarım işləmir. O Nərgiz 3-4 gün işsiz qaldı. Quranın üzünə baxmaq olmurdu uşağın. Bu arada Nərgiz hicaba keçib. Çox Allah qəbul eləsin. Allah başa qədər versin. Allah canını sağ eləsin. İbadətlərin, oruçların, namazların Allah qəbul eləsin. Hə, o gün gördüm, efirdə gördüm daha doğrusu, çox sevindim. Lap yaxşı, Sağ ol canım, lap Allah da yaxşı. sizləri sevindirsin ya Rəbbim. Kim bizim adımıza, mənim balalarımın adına sevinirsə, Allah Taala hamınıza can sağlığı versin. Hamınızı Amin, sevindirsin amin. ya Rəbbim. Hamınızı sevinəsin Amin. ay dostlar. Yəni mən də onu Amin. demək istəyirəm ki, hə, çıxıbdı arvad Gözəlin canlısında, o YouTube'da da var. Deyir ki, ora deyir ancaq evsiz eşiksizlər, küçədə qalmışlar gedir. Mən də getdim evimi Zaqatalada çəkdim, dedim ki, ay bal qabaq. Ona əslində şey deyirəm, müraciət edirəm. Ay bal qabaq qadın. Bax da gör də mənim evim də var, eşiyim də var, hər şey. Mən evdən gəlmişəm bizimlə sənə. Çöldən gəlməmişəm. Deyir ki, küçələrdə qalmışlar gedir bizimlə sən. Onun sözünə baxın da xanım. Adında xanım qoyubdu. Nə bilim, Belələri də var. hərə öz ailəsinin tərbiyəsini o efirdə nümayiş elətdirir. Hərə öz tərbiyəsini efirdə göstərir. Bəli, istər orada, istər burada canlı yayın açmışıq, oturaq. Bayaqdan bax nə qədər yeməklərdən, zatdan danışdıq, elədik. Bir nəfər gəldi bizə bütün hər şeyi alt üst elədi, aləmi qatdı, çıxdı, getdi. Nə bilim, valla, nə deyəsən, Vallahi çətin, belə. həqiqətən çətin bir şeydir. Belə adam baxır efirə, nə bilim, qadınlarımız niyə bu qədər özünü ucuz satır? Nəyə görə? Nə deyim? Dəhşətdir, çox dəhşətdir. Nə bilim ay xanım, nə bilim canım mənim. İnşallah yaxşı olar. Bir nəfər yazır kimə 1500-2000 manat pul lazımdır, yazsın. Vallahi bizə lazımdır, amma biz yazmarıq sizə. Kredit istəmirik. Sağ olun. Yəni onu deyirəm də xanım, yəni deyirəm ki, Allah hamımıza kömək olsun. 50 dəfə yazır bir sözü, buna bax. Hə, etşet deyil. Lazım deyil, bizim şəhərdə kredit istəyənlər yoxdur. Sağ olun. Aliməyə, Yazıblar ki, Füzuli deyib ki, mən də istəmirəm. harda dedi, mən eşitməmişəm. Ay bacılar, Füzuli deyib istəmirəm. İzabela kimdə o yazıb? Nə bilim valla, mən o kişiyə yazığım gəlir. Onsuz da Allahın fağır bəndəsidir. Salam, xoş gördüyümüz. Hamısı savadsızlıqdan irəli gələn bir şeylərdir. Xanım, bilirsiniz mən nə ssenari dedim. Mən də arada ATV-yə baxmıram, amma bu TikTokda qısa metrajlı videolara baxıram. Nəyə dedim ssenari? Ümumiyyətlə, mən orada kimisə müzakirə eləmədə fikir yoxdur, nə də at çəkmək istəmirəm. Ümumiyyətlə, bir 7-8 ildə, 10 ildə o veriliş gedir. Kim oradan hələ ailə qurub və ailə qurub ayrılmayıb. Kim orada, bilirsiniz, insanlar orada gəlir nəysə problemin həll eləməyə, orada düşür cəngələ, belə deyək. Şikayətin gəlir eləməyə, şikayət edən də şeyə düşür, belə deyək, üzr istəyirəm dönə-dönə. Şikayət edən də tora düşür, şikayəti kimdən edirsən, onu da çağırırlar ora. Ay qardaş, bir dəqiqə, biz niyə tora düşmədik? Mənim qızlarım niyə tora düşmədi? Tor varsa tora mənim qızlarım düşərdi. Hamının eyni xasiyyət, ay xanım, hamının eyni xasiyyəti olmur. Bəzilərinin inanır, bəzilərinin çox dünya görüşü çox da ola bilsin düşmür, amma böyük əksəriyyəti, nə qədər orada ailələr qurulub boşanıb, neçə dəfələrlə mən yenə deyirəm, üzr istəyirəm, heç kimin adı çəkmir. Ay qardaş, mən şeyə salmayın, siz Allah, xahiş edirəm. Deyirsiniz belə, valla olan Siz deyirsiniz ki, baxın, siz deyirsiniz, mənim qızım da gəlmişdi, gözəl, göyçək, kukla kimi qızıydı. Mənim qızım niyə balotaya düşmədi ki? Xeyr, insan özü, orada heç kəsin balotaya salmırlar. Kim düşürsə özü düşür. Öz xarakterindən, öz xasiyyətindən, öz xarakteriyle düşür. Nigar niyə düşmədi balotalara? Ay qurbanım, Gülay sağ ol canım. Nigar da düşərdi də, Nərgiz də düşərdi də orada balotaya. Hələ də baxsan, uşaqlar olan çox istəyirlər. Vaxtları yoxdur, prosto gedərlər, oturarlar orada məsəl üçün. O gün də deyirlər ki, gedib bir gün, 2 gün heç olmasa gəl. Bəli, tərbiyə, bəli, tərbiyə. Arzuları puç olmuş qadın. Bəli, insanın özünü tərbiyə.
Onlar orada işkəsə tapır. Gəlir orada bir-birini oteldə yerləşdirirlər, görürlər bir-birinə cinkildəşirlər, bikildəşirlər. Onların nə günahı var? Heç bir günah görmürəm mən onlardan. Vallahi görmürəm. Çok yanacaktı. Oo, Elma, kız babam yanacaktı. Sən də ərə gedirdin, niyə getmədin? Mən ərə getmirdim birincisi, bala. Mənim talibim var idi. İndi açıqlayayım mən sizə buradan. Yenə də 10 dəfə demişəm, 11-ci olsun, eyb yox. Deməli, belə bir insan var idi, var yenə də. Kənan bəy əlbəttə var. Mənim sayğım var, hörmətim var, ailəsinə, qızına, oğluna. Buradan Polşada olurlar, onlara salamlar göndərim. Qadınıq. Qadına yüzü daş atar, birinə söz deyər. Mənim söz deyəndə vaxtım deyil, məsəl üçün. Bunu bildilər, məsələn, Hüseynlə yan-yana oturmuşduq, gəlsin Hüseyin desin, yalandır. Hüseyin bildi, məsələn, zəng olmuşdu mənə, bildi, belə şeylərdik, zarafatlaşdıq, bildilər. Ondan sonra bu gündəmə gəldi. Bəli, gündəmə gəldi, Kənan bəy gəlmədi. Məsələn, mən çağırdım, dedim, gəl Kənan bəy. Sonra Kənan bəy dedi ki, Esmira xanım, qızı dedi ki, yəni ki, o adam deyil axı. Gəlsin verilişdə cəmaatın içində desin ki, o yaşımız deyil. Mən də Esmiranı istəyirəm, mən də Esmiranı. Mən evlənsəydim, heç kimdən soruşmayım. Özüm də evlənə bilərdim. Başa düşdünüz? Bir də ki, cehiz istədilər məndən, cehizim olmadı. Ona görə almadılar məni. Başa düşdünüz? Məni cehiz istədilər də, baba, qaynana dedi ki, cehiz gətirməlisən. Anam yox, atam yox, qızlarım fəhləlik edir. Mənə cehiz kim verəcək? Vəssalam. Allah sizin canınızı sağ eləsin. Sizin Sağ olun. yanınızdakılar sizə hər şeydir. Sağ olun, bəli. Allah, bir dənə can sağlığı, bir də bir tikə ruzu. Biri yazır ki, sən gedərdin, qızın qoymadı, mən getməzdim. Bir, ikincisi, qızımın sözünə baxıramsa, deməli mənim evim, mənim ailəm tərbiyəli bir ailədir. Çünki qızımın sözünə mən baxıram, qızlar da mənim sözümə baxır. Başa düşdünüz? Çünki mənim evimdə bir, nətər deyim, ananın balaya, balanın anaya olan münasibəti var. Başa düşdünüz? Bəli, bəli. O evdə ki, bir-birinə hörmət, bir-birinə sayğı Bəli. varsa, deməli Əlbəttə ki. o evin mən- təməli doğru düzgün qoyulub. Mən hər zaman uşaqlarıma demişəm ki, dostlar, Allah haqqı xanım, Quran haqqı demişəm ki, Allah mənim canımı alsın, deməmişəmsə, özlərindən soruşun, bax canlar üçün nigar demişəm, uşaqlar demişəm. Elə özünüzü aparın, necə belə gəlmişsiniz, bu yaşınıza çatmışsınız, indidən sonra da belə olun. Hə, olar, başımı qoyaram, rəhmətə gedərəm, insanlıqda düzdür. Özünüzü itirməyin, uşaqlar, özünüzü itirməyəsiniz, ay uşaqlar, necə varsınız elə qalın. İtirməzlər. Allah gecindən versin. O tərbiyəni ki, Allah sizdən alıbsa, elə də davam edəcəklər. Bax, İnsana bax, xarakter, tərbiyə bir dəfə verilir. Günəşli səhərdə siz Esini onda tam tanımamışsınız deməli. Bəli. Mən tamamilə doğrudur yazır, qaz pulu yığıram. Mən qızımın sözünə baxıramsa, qızımı da eşidirəmsə, əlbəttə bəzən insan analar valideyni evlatlara da dinləməlidirlər. Onların da sözünü eşitməlidirlər dostlar. Amma mən istəsəydim 100 dənə nigar olsa çıxıb gedərdim. Cehizim olmadı. Ay xanım, cehiz verən olmadı. Cehizlərim olmadı. Xodun. Hə, indi Salman, sən də elə toya gedəsən, getməyəsən. Mən qızlarını önünə hamıya. Vallahi hələ ki dəqiq bilmirəm vallahi gedəcəm, getməyəcəm. Salman bəy, mən olar sizdən bir söz soruşum. Buyur, buyur. İndi bir qardaşsınız da, bacının başının tacı, arxası, köməyi, dayağı qardaşdır da. Allah bütün qardaşlara dəyməsin, bizimkilər də içində. Qardaş deyəndə qardaş başqa şeydir də. Mənim ruhumda, mənim aləmimdə qardaş atam yoxdur, qardaşlarım atamdır. Mən böyük qardaşıma ata deyirəm. Bir qardaş kimi bu münasibətə sizin nədir fikriniz? Vallahi mən Bilirəm, üzr istəyirəm, bilirəm, münasibətiniz doğru düzgün deyil. Bəli, mən- Aranızda biraz, nə bilim, söz-söhbət belə, amma hər halda siz eyni ananın qarnından çıxmısınız da, qardaşsınız. Mən düzgünü, hər kəs düzgünü bilməksə, mən də düzgünü danışan bir insanam. Mən düzgünü deyirəm ki, gəlsin, otursun evində, işləsin, balalarına
evlatlarına baxsın. Düzdür. Mənim fikrim budur. Düzdür. Mənim qəti bir mənalı fikrim budur. Bilirsiniz, o kadar ayrılmış kadınlarımız var ki, oturur dırnağıyla, dişiyle, ne bileyim, kirpikleriyle od götürür. Ömrünü həsr edir, balalarını böyüdür. Sənin özün boyda balan var, bir deyil, ikidir. Ne bileyim, valla mən bir qadın olaraq mən yaxşı baxmıram da. Yəni Allah ölənlərinizə rəhmət eləsin. Mənim atam öləndə anamın 48 yaşı var idi. Allah Allah Allah. rəhmət eləsin. Ha. Yəni gedərdi də, o da gedərdi ərə. Yox, getmək bilirsiniz necə? Bir Ayıp odu değil, yok yok. getmək ayıb deyil. Mən pis baxmıram. Getmək ayıb deyil. Bir odu doğru düzgün seçim eləyəsən. Bəli, getmək ayıp değil ama ünvanı düz seçmek lazım. Ünvan. Hə, bu düzgün ünvanda deyil, düzgün seçimdə deyil. Bunun sonu yoxdur. Həqiqətən heç başda tutmayacaq. Sonu da baş tutsa da maksimum bir həftə, 5 gün, 10 gün belə müddəti var. Bu belə getməz. Yəni bu seçim əvvəlindən düzgün bir şey deyil. Mən demirəm getməsin. Hər bir qadın istəyir ki, onun arxasında bir əks cinsi nümayəndəsi arxasında dursun, dayağı olsun, köməyi olsun. Amma gərək seçimi düz edəsən. Gözəl seçimini düz etməyib, çox belə təəssüf ki, seçimini düz etməyib. Dindirirsən də belə şaxələnir. İndi o biraz o pis çıxmasın, xətibizə dəyməsin. Hayasızlığa salmaqla iş düzəlmir. Ay xanım, elə deyil. Gəlin bu yoldan baxaq da. İndi bu iki uşağın anası cavan subay oğlan alası deyil. Əlbəttə ki. Düz. İndi Allah da kömək olsun. Nə deyim ay xanım, özləri bilər. Həyat gözəlindir, Füzulinin həyatıdır. Başları daşa dəyir, Füzulinin başı çox daşa dəyir. Başa düşürsünüz. Yenə özləri bilərlər. Amma gözəl nə deyiləsə gözəldir də, çox istəyirik gözəl. Nə eləyir eləsin. Yox, xanım, qurban sizə, qadınıq, başa düşürəm. Füzulinin də həyatını başa düşürəm, gözəlin də həyatını. Sadəcə bu seçim düzgün seçim deyil. Özü bilər daha düzdür, biz də bilirik düzgün deyil. Seçim düzgün deyil deyəndə ki, nə bilim vallah. Yəni ki, bunların sonu harda çıxa bilər? Harda çıxa bilər? Aliment məsələsi var. Oğlan aliment verəcək. Ayda 300 manat, 350 manat. Bu Gözəl deyəcək, mənim evimdə yaşayırsan, mənlə qalırsan, mənlə işləyirsən, qazanırsan uşaqlarını, problemlər çox olacaq. Söz-söhbət daha da pis doğru gedəcək. Orada heç nəyi demirəm. Bax, orada söz də yaranacaq, söhbət də yaranacaq. Ona görə hər kəs tay-tayını tapsa, doğru ünvana getsə yaxşı olar vallah. Bəli, deyir o betərin betəri də var. Valla istər gözəl betər günə qalacaq, istərsə də Füzuli betər günə qalacaq. Allah betər günə salmasın xanım. Daha qutardı, adlarını da çəkməyin istəmirəm. Qutardı, bitdi. Allah xoşbəxt eləsin. Kiminlə niyyətin hara, mənzilin ora. Allah xoşbəxt eləsin. Gedirsə, xoşbəxt olsunlar. Can onlarındır. Hiç olmaz. Sen birinci gün sabah efine gelecek. Esi bibi. Sen koymursan Esi bibi. Can istemiyorum, danışmayın daha Emre. Belə ay bu səs. Ay yaşları var özləriniz. Bəli, ay Əsmə xanım. Hindi belə açama şabalı yığdın qutar. Sən bəs nə oldu fındıq qoz göndərirdin? Vallahi nə bilim. Mən fındıq qoz göndərəndə qırğın düşür, müsibət düşür. Mənə düşməz. Mənə düşməz. Orada müsibət düşür, sonra mənə çağırırlar. Ki Salman, bura gəl. Əsası Elmira sənə baxır mı bala? Elmira baxır. Malades. Elmira yorulub da. Niyə? İndi də çörək pişirir. Can, bərəkətli olsun. Sağ ol. Ondan sonra Gəldi qoxusu. Təndir çörəyinin qoxusu gəldi burnuma. ondan sonra Gəldi.
Paltarı zadı var, onu yuyur. Nə bilim, ev işlərdi. Uşaqların sabah məktəbə gedir, onu eləyir, hazırlaşdırır. Elmira paltarı əllə mi yuyur? Yox, maşınla, Yəni- maşınla. Hə, Ay Dəniz. deyəcəkdim maşın yoxsa ona bir maşın al ver də. İndi əlinə nə zamandır paltar yuyasan? Yox, maşınla yuyur, prosta paltar çoxdur deyənə yorulubdur. Bir tərəfdən çörək, bir tərəfdən paltar, bir tərəfdən uşaqların hazırlığı. Mehriban olun. Ortalıqda 3 dənə günahsız uşaq var. Gəlsinlər, Bir-birinizə uşaqlar, hörmətlə uşaqlar. yanaşın. Özdə qız uşaqları var. Bəli. Bəli, qız uşaqları var. Qız uşağı olan ata, qız uşağı olan ata. Daha arxasını demirəm. Əlbəttə. Hamının evladına öz qızı kimi baxar. Öz evladı kimi baxar. Bəli, bəli. Nələr var dostlar, nələr var, nələr. Belə Salman, ay dostlar, saat neçədir? Saat Biz nə qədər yox buradayıq. Hər dəfə deyirəm yarım saat oturub çıxacağam, bir də görüm 2 saat, 3 saat burada TikTok'un içinə Qızanır. gəlir. Deyir ki, 2 saat. Sağ olun Esmira xanım. Çox şad oldum. Allah köməyiniz Sağ olun, olsun. çox Mən də sağ çıxım olun, biraz. təşəkkür edirəm. Hə. Çox Sağ olun. Çox var olun. Allah sizdən razı olsun. Sağ olun ay xanım. Amin. Çox sağ olun. Belə sağ olun xanım. Belə ay Salman, belə işlər Səlman. İşləyirsən Salman? İşləyirəm Esmira xanım. Yəni vəziyyət Vəziyyət də şükür Allaha, ya salamatçılıqdır, hər şey yaxşıdır. Aman İndi yaxşı. burada işimiz qutarıbdı. İndi hardasa bir 2-3 günə şəhərə gəldik də ora. Qrupla şəhərə gəldik. Qrupla ev Bəli, tutmusan. bəli. Ev zat tutmusan. O şirkətin öz evidir. Ay nə yaxşı, nə yaxşı. Hə, qrupla gəlir. Gələndə şabalıt gətir. Mənim gözüm sizə, baş sizə. Baş üstə deyib və başdan eləmə. Mən gözlərim sizə, o nə demək? İndi onu gözləyirik ki, oradan şirkətin bizim kətçidir da. Şirkətin rəhbəri bizim kətçidir. Tikinti şirkətinin. Və uşaqların məktəbi Yox, ailəvi gəlmirəm. ha, Ailəvi ailəvi. Yox, ailəvi yox. Uşaqlar qalır burada, uşaqların çünki məktəbdə mən eləyənmərəm. Salman, bax deyirlər şabalıt neçədir Salman? Şabalıt var, 8-də də var, 10-a da var, 14-də də var. Siz neçəyə satırsınız? Biz satırıq 18-ə, 17-yə. Sağ ol, İri sağ ol. şabalda. Necəsiz? İri 17'ye şabal. satırsan? Bəli, bəli. Ha, Allah bazarını getirsin ay Səlman. Çox sağ ol, çox var.